Qiyamət günü deyir, Adəm oğlunun bu 4 şey barədə sorğu olunmadan tərpənməz. Yəni yerində qalar. Birinci Allah Azza və Cəllə soruşacaq ki, gəncliyini hara sərf etdin? Yəni mən sənə gənclik verdim, mən sənə qüvvət verdim, güc verdim. O gəncliyini nəyə sərf etdin? Ömrünü nəyə həsr etdin? Yəni mən sənə ömür verdim. 50 il, 60 il, 70 il ömür verdim. Bu da bir nemətdir. Bunu necə sərf elədin? Ömrünü necə sərf elədin? Hər kəs sorğu-sual olunacaq. Malını hardan qazandın və nəyə xərclədin? Birinci qazancı soruşur. Və qazancla kifayətlənmir. Ola bilsin halal qazanmısan və yaxud ola bilsin haram qazanmısan. Və halal qazanmısansa nəyə xərclədin? Bunu da soruşacaq. Tək halal qazanmaqla şərt deyil. Onu hara sərf etmisən? Bu da şərtdir. Sən bunu Allah yolunda sərf etmisənmi? Yoxsa elə öz yolunda sərf etmisən? Öz ailənin yolunda sərf etmisən? Yəni İslama bir faydan olubmu? Bir cəmaata bir faydan olubmu? Allahın dininə yardımın olubmu o malla, o mülklə, o parayla? Allah soruşacaq bunu səndən. Elmin ilə nə etdin? Allah Azza və Cəllə bəzi şəxslərə elm nəsib edir. Yəni onlara elm verir. Və Allah deyəcək ki, o elmlə nə etdin? O elmlə əməl etdinmi? O elmlə mənim dinimə fayda verdinmi? İnsanları mənim dinimə dəvət etdinmi? İnsanları mənim haramlarımı çatdırdınmı? Mənim əmrlərimi, qadağalarımı onlara çatdırdınmı? Allah Azza və Cəllə soruşacaqdır.